Yango Uber'in Azərbaycanda rəsmi tərəfdaşı olan Imperiya Parkdan hər bir kəsə salam olsun. Bu gün sizlərə Yango Pro'da parkınızı necə dəyişə bilərsiniz bu haqqda danışacağam. Sağ aşağı küncdə profil hissəsinə daxil oluruq. Bir çoxları aşağı sürüşdürərək burada çıxış olan hissəni vurur, ancaq bu yanlışdır. Çünki burada çıxış etdikdə proqramdan çıxış edir, hesabdan çıxış edir, yalnız olduğunuz parkı dəyişə bilirsiniz. Yeni qeydiyyat olduğunuz parka yox. Yeni qeydiyyat olduğunuz parka keçid etmək üçün yuxarıda adınız olacaq, adınızın üzərinə daxil olursunuz. Lap aşağıda hesabdan çıx bölməsi var. Ora klik edirik. Burada bəli düyməsini vururuq. Qarşımıza hesablar şablonu çıxır. Şablonun sağ yuxarı küncdə X düyməsini vururuq və əvvəlki giriş üsulundan istifadə et bölməsinə daxil oluruq. Qeydiyyatdan keçdiyimiz mobil nömrəni telefonun daxili etxanasına daxil edib giriş və qeydiyyat bölməsini vururuq. 6 rəqəmli kod gəlir və onu mövcud xanaya daxil edirik və yeni qeydiyyat olduğumuz parkı seçim edirik. Əziz sürücü, daha güclü dəstək, daha rahat əməkdaşlıq və sürətli qeydiyyat axtarırsınızsa, seçim bəllidir. Imperiya Park. Sən sür, qalan işlərlə biz məşğul olaq. Sənədləşmə, dəstək və operativ xidmət bir yerdə. Vaxt itirmə. Bu gün Imperiya Parka qoşul və işini daha rahat idarə et.